Salam hadisəsinin qiymətli developerləri və kanalıma abunə dəyərli istifadəçilərim. İlk öncə bildirim ki, sizi tədris kanalımda görməyimə şadam. Sizinlə mən Angular Warrior olacaq. Bugünkü mövzumuz hal-hazırda Azərbaycanın gündəmində olan Frontend Framework-ı və ya da kitabxana seçərkən nəyə diqqət edilməlidir mövzusu üzərindən olacaq. Gəlin çox da vaxt keçirmədən mövzumuza keçək. Qəbul etməliyik ki, son dövrlərdə IT sahəsi çox sürətlə inkişaf edir. Eyni zamanda da biz bunu web development dünyasına da şamil etməliyik. Web development dünyasında dinamik səhifələrin yaradılması, dinamik saytların formalaşdırılması dedikdə ilk olaraq ağlımıza proqramlaşdırma dillərindən olan JavaScript gəlir. Bəs biz developer olmağa hazırlaşırıqsa və bazara girməyə çalışırıqsa, biz hansı framework-ü və yaxud da ki, kitabxananı seçməliyik və bu zaman bizim ağlımıza və Azərbaycan gündəmində ən aktual mövzulardan olan Angular framework-ü və yaxud da ki, React kitabxanası olacaq. Bunlar JavaScript dünyasının ən böyük hazırda ikilisi sayılırlar. Biz əgər developer kimi bazara girməyə hazırlaşırıqsa, bizə verilən proyektlərin tələblərini mi nəzərə alaq, yoxsa onların məşğulluq səviyyəsinə görə mi yaxınlaşıb, onlar arasında seçim etməyə çalışaq. Mən bu ikisini müqayisə edib, öz təcrübəmə əsaslanaraq onları sizə hansının tövsiyə edəcəyimi bildirəcəyəm. Gəlin ilk olaraq Angular framework üzərindən tanışlığımıza başlayaq. Angular 2010-cu ildə yaradılmış frontend framework-üdür. Onu yaradan şirkət böyük tanıdığımız şirkətlərdən biri olan Google şirkətidir. Google şirkəti bu framework-ü yaradarkən web development və JS framework-ları arasında çox məşhurlaşmışdır. Onun məşhurlaşmasına səbəb onun iki tərəfli data birləşdirilməsi, two-way data binding və asıllıq inyeksiyasının, yəni dependency injection-ın formalaşması idi. Nəinki bir şirkət tərəfindən dəstəklənən və daim yenilənən Angular framework-ü onun müəyyən üstünlükləri vardır. Belə ki, Angular frontend framework-ü o TypeScript ilə işlədiyinə görə daha güclü bir arxada işləmək koduna malikdir. Belə ki, o developerlara kod mənimsənilmələri, tip mənimsədilmələri, müəyyən interfeyslər, klassların yaradılmasına imkan yaradacaq ki, bu da çıxacaq xətaların daha tez görsənməsinə və həllinə səbəb olacaqdır. İkinci, ən əsas üstünlüklərindən biri əsasən Angular'ın lazy loading, yəni lazımsız faylların qarşısının alınması və lazım olduqda onların istifadə edilməsi, vaxtından əvvəl kompilyasiya, ahead of time compilation və tree shaking xüsusiyyətlərinə, yəni prosesin optimallaşdırılması prosesində xüsusiyyətlərə malik olan Angular əsasən bu UX təcrübəsini daha da mükəmməl edir. Üçüncü, ən böyük xüsusiyyətlərindən biri isə o, komponent yaradılarkən modullardan istifadə edilməsidir. Yəni ki, bizə lazım olan komponentlər müəyyən modullar tərkibində yığılaraq, onları daha xırda kiçik hissələrə parçalamağa və onları idarə etməyə və komanda şəklində işləməyə şərait yaradacaqdır. Dördüncü, əsas xüsusiyyətlərindən biri isə o, tək web development sahəsində deyil, eyni zamanda da desktop applicationlarının və mobil versiyalarda olan applicationların yaradılmasında da dəstək olur. Beşinci, ən böyük xüsusiyyətindən biri isə Angular'ı daim təkmilləşdirən developerlər və communitylər vardır və onlar Angular'ı daim gündəmdə saxlayır və enterprise səviyyəsində onların inkişafına sürətləndirirlər. Angular'ın çatışmamazlıqları nədir? Biz onların üstünlükləri barədə danışdıq. Onun birinci əsas çatışmazlığı ondan ibarətdir ki, o debug rejimində olarkən onu idarə etmək bəzən çətinləşir. Çünki Angular özü mürəkkəb UI-lərin hazırlanması üçün onlara xidmət edən müəyyən bir frontend framework-üdür və biz zaman çıxacaq xətaları biz kompilyasiya mərhələsində görsək də onların haradan qaynaqlandığını biraz gec tapa biləcəyik. İkinci, çatışmamazlıq ondan ibarətdir ki, yüksək performans qabiliyyəti özü ilə bərabər müəyyən çatışmamazlıqları da gətirir. Belə ki, onları idarə etmək çətinləşdirir və daha böyük həcmli faylların yüklənməsinə səbəb olur. Üçüncü isə əsasən Angular'ın versiyalar arası keçidlərində baş verir və bu zaman çətin kodlaşdırma mövcud olacaqdır və API-lərin quruluşunda da ciddi dəyişiklik etmək səbəbi yaranacaqdır. Müasir bazarda Angular'a güvənən və ondan istifadə edən beynəlxalq nəhəng şirkətlər hansılardır? Gəlin onlara bir nəzər yetirək. Microsoft Office, Deutsche Bank, Santander Bank, Forbes, Grasshopper, ING Group və ən böyük banklardan biri olan Raiffeisen Bank və digər nəhənglər. Yəqin edirəm ki, Angular framework-ü üzərindən qısa da olsa dolu məlumatı mən sizə çatdırmış oldum. Gəlin indi React kitabxanasına baxaq. React nədir və nəyə görə lazımdır? React kitabxanası Angular framework-ü formalaşandan 3 il sonra 2013-cü ildə formalaşdı. Belə ki, onun yaradıcısı olan
Facebook şirkəti bazara girərkən yeni featurelərlə və özünə məxsus komponent yönümlü olması ilə yeni bir struktur formalaşdı və o digər frameworkləri özündən geridə buraxdı. Buna görə də 2016-cı ildə Angular geri qaldığını görüb yeni bir versiya üzərində çalışdı. Bu Angular 2 idi və ondan sonra Angular 2-nin üzərindən müəyyən versiyalar formalaşmağa başladı. Gəlin bəs baxaq, React-ın üstünlüyü nədir? 1. React-ın üstün komponent mövqeyinə malik olması daha sürətli, daha dinamik və daha təsirli olan komponentin yaradılmasında və onların yenilənməsində daha tez və daha asan UI-lərin formalaşmasında rol oynayır. İkinci onun ən üstün cəhətlərindən biri isə o istənilən yerdə komponenti təkrar ifadə edə bilir. Üçüncü isə onun əsasən DOM elementlərini virtual olaraq ifadə etməsindən qaynaqlanır. Yəni o həmin virtual DOM-u yaratmaqla müəyyən sürətini artırır və daha effektli iş şəraiti yaradır. Bəs React-ın çatışmamazlıqları nədən ibarətdir? O digər frameworklara baxanda developerlər daha çox kod yazmış olurlar. Bununla da şablon kodların yaranmasına səbəb olur. İkinci əsas çatışmazlıqlardan biri odur ki, o əsasən bir neçə kitabxanaların və toolların inteqrasiyası ilə işləyir. Bu da hansısa proyektdə müəyyən problemlər yaradır. Üçüncü, React kitabxanadır, frontend frameworku deyildir. Bu da onu ciddi strukturla, qayda ilə işləməyə vadar etmir. Dördüncü, bir neçə kitabxana React mühitində ifadə olunsa da, bəzən onları tam bir tandem şəklində gətirmək bəzən alınmır, bəzən isə müəyyən dəyişikliklərin edilməsinə səbəb olur. Beşinci əsas çatışmazlıqlardan biri isə React-ın özü kitabxana olduğundan bəzən onu axtarış aqreqatlarında indeksləşdirmək və skan etmək çətinləşir. Gəlin indi baxaq görək, ümumiyyətlə React kitabxanasına müraciət edən bazar nəhəngləri kimlərdir? Bunlar Yahoo Mail, Dropbox, WhatsApp, Facebook, Instagram və digər nəhənglərdir. Biz Angular frameworku və React kitabxanası barədə kifayət qədər müzakirə apardıq. Gəlin indi onların fərqliliklərinə və oxşarlıqlarına baxaq. Belə ki, onların hər ikisi komponent yönümlü işləsə də, onların müəyyən fərqlilikləri də mövcuddur. Bunlardan mən əsas olaraq 6-sını qeyd edəcəm. Bunlardan ilk olaraq birinci, onların MVC prinsipi ilə işləmək bacarığından söhbət edəcəm. Belə ki, Angular tam donanımlı bir framework olduğuna görə o tam olaraq MVC prinsipi ilə işləyə bilir. Belə ki, onda model, view və controller hissəsi tam işlək vəziyyətdədir. React-da isə bu kitabxana olduğundan orada sadəcə olaraq view məntiqi işləyir. İkinci əsas fərqliliklərdən biri Angular framework'ından iki tərəfli data bərkidilməsi, yəni two-way data binding mövcud olsa da, React-da isə bu mümkün deyildir. Onu əsasən biz hooklardan istifadə edərək təmin edə bilirik. Üçüncü fərqliliklərdən biri isə əsasən Angular framework'ü TypeScript ilə işləyir. O mütləqdir. Çünki mürəkkəb UI-lərin formalaşdırılması üçün TypeScript qaçılmazdır. Bundan əlavə olaraq React isə JSX və TSX ilə işləyir. Yəni bu JavaScript-də və TypeScript-də əsaslanan XML-dir. Dördüncü əsas fərqliliklərdən biri isə Angular-da daxili material dizaynı mövcud olsa da, React-da bu əlavə kitabxanaların köməyi ilə mövcud olur. Beşinci, Angular-da əsasən dependency injection mövcud olduğundan o datalara biz müəyyən life cycle-lar verə bilirik və o UI-ın formalaşmasında müəyyən dərəcədə rol oynayır. React-da isə bizim datalarımız və UI-larımız qlobal şəkildə əlçatan olur. Sonuncu fərqliliklərdən biri isə onların DOM elementlərinin istifadə edilməsidir. Belə ki, Angular-da Smart DOM, yəni ağıllı DOM anlayışı ondan ibarətdir ki, burada RAM-da müəyyən yer tutan DOM datası yalnız həmin datada dəyişiklik olarsa, o tamamilə yenilənir. React-da isə bu virtual DOM vasitəsilə mövcuddur. Belə ki, o virtual DOM vasitəsilə arxada müəyyən RAM hissəsində datanı yoxlayır. Əgər orada müəyyən dəyişiklik varsa, sırf o həmin hissəni dəyişməklə UI elementini daha da tez, daha dinamik idarə etmiş olur. Əziz developerlar, bizim bu müzakirəmiz yekunlaşmaq üzrədir. Sonuncu mənim sizə təklifim ondan ibarətdir ki, siz əgər bir developer kimi, bir frontend developer kimi bazara girməyə hazırlaşırsınızsa, siz proyektin tələblərini nəzərə almalısınız. Onların məşğulluq dərəcəsinə görə yaxınlaşmalı deyilsiniz. Bu, sizdə müəyyən problemlərin, müəyyən risklərin qarşısını ala biləcəkdir. Düzdür, hal-hazırda Azərbaycan gündəmində müəyyən şərtlər daxilində səhv yönəlmələr mövcuddur. Belə ki, mən görüşümüzün müəyyən yerlərində istifadə olunan Angular frameworku və React kitabxanasının üstünlükləri barəsində danışdım. Belə ki, bizə əgər mürəkkəb layihələrimiz mövcuddursa və onların həlli tapşırılıbsa, bunları mən sizə təklif edərdim ki, Enterprise səviyyəsində Angular frameworkuna müraciət edəsiniz. Bunu React kitabxanası üzərindən yaratmaq çox yanlış bir fikirdir. Bu gələcək risklərin yaradılmasına və onların qarşısını almasında risk yaradacaqdır.
Bu, onun üçün lazımdır ki, gələcəkdə banklar, sığorta şirkətləri, nəhəng şirkətlər, bura aid neft şirkətləri, idarə edici şirkətlər, müəyyən sistemləri yaradan şirkətlər tərəfindən, məsəl üçün ERP sistemləri, CSM sistemləri, müştəri ilə bağlı digər sistemlər, bank aplikasiyaları, sığorta aplikasiyaları, bunları yaradan zaman siz Angular framework-nə mütləq dərəcədə müraciət etməlisiniz. Çünki sizin layihələriniz hər günü-gündən dərinləşir və mürəkkəbləşir. Bu isə React-da olduğundan gələcəkdə sizə müəyyən risklər yaradır. Çünki böyüyən layihələr iç-içə olan komponentlərin sayını artıracaqdır və bu kod oxunaqlılığını azaldacaqdır. Bu da bankları, müəyyən sığorta şirkətlərini və müəyyən neft şirkətlərini risk altına alır. Ən azından gələcəkdə çıxa biləcək risklərin qarşısının alınması üçün indidən fikirləşməyinizi məsləhət bilərdim. Ən azından banklarda və digər böyük şirkətlərdə arxitektorların bu barədə düşünməsi mütləqdir. Çünki React kitabxanası bank proqramlarının, əsasən də böyük şirkətlərin proqramlarının idarə edilməsində çox riskli bir haldır və bunu biz şahidi oluruq.